Salam əziz izləyicilər. Tarixdə bir gündə xoş gördük. Bastiliya, bir imperiyanın sonu. Heç təsəvvür edə bilirsinizmi ki, bir qalanın süqutu necə bir ölkənin, hətta bütün dünyanın taleyini dəyişə bilər? 1789-cu il iyulun 14-ü Paris, Fransa. Xalq ac, kral təmtəraq içində yaşayır. Hər kəsin qorxduğu monarxiyanın simvolu o məşhur qala, Bastiliya. İnsanlar niyə onu hədəf seçdilər? Sadəcə bir qala idi, yoxsa qurtuluşun açarı? Gəlin tarixin ən böyük üsyanlarından birinə, Fransız inqilabının başladığı o qanlı günə birlikdə qaydaq. Hər şey bir ərzaq qıtlığı və vergilərlə başladı. Xalq artıq dözə bilmirdi. Üstəlik kral 16-cı Ludovik islahatçı nazir Nekeri vəzifəsindən uzaqlaşdırdıqdan sonra Paris sanki barıt çəlləyinə döndü. Kral 16-cı Ludovik islahatçı maliyyə naziri Jacques Nekeri xalq arasında çox populyar olduğu və üçüncü təbəqənin, yəni sadə xalqın hüquqlarını dəstəklədiyi üçün işdən çıxarmışdı. Kral onun bu mövqeyini mütləq monarxiyaya təhdid hesab edirdi. Onun 11 iyul 1789-cu ildə vəzifədən uzaqlaşdırılması Fransa inqilabını alovlandırdı. Nekerin işdən çıxarılmasının səbəbləri nə idi? Neker dövlət büdcəsini ilk dəfə xalqa açıqlamış, islahatlar apararaq imtiyazlı təbəqələrin, zadəganlar və ruhanilərin vergi üstünlüklərini ləğv etməyə və xalqın rifahını yüksəltməyə çalışmışdı. Kral və mühafizəkar saray əyanları isə Nekerin xalq arasında artan nüfuzundan və nazirin monarxiyanın səlahiyyətlərini məhdudlaşdıracağından ehtiyat edirdi. Hücumun məqsədi niyə məhz Bastiliya? Çünki ora həm siyasi məhbusların saxlandığı yer idi, həm də içəridə tonlarla barıt və silah var idi. İnqilabçılara isə mübarizə aparmaq üçün məhz bu silahlar lazım idi. O gün nə baş verdi? 14 iyulun səhəri. Paris küçələri insanlarla dolmuşdu. Minlərlə insan Bastiliyaya doğru axışır. Qalanın komendantı Markiz Delonay təslim olmaq istəmir. O əvvəlcə qalanın qapılarını açmaqdan imtina etdi və onun əmri ilə qvardiyaçılar etirazçılara atəş açdılar. Çoxlu sayda insan öldü və yaralandı. Lakin bir müddət sonra Markiz Delonay da müqavimətin mənasız olduğunu anladı və təslim oldu. Təslim olduqdan sonra o qəzəbli kütlə tərəfindən tutuldu və şəhər bələdiyyə binasına aparılarkən yolda qətlə yetirildi. Onun başı bədənindən ayrılaraq nizəyə keçirildi və Paris küçələrində sərgiləndi. Bu onun göstəricisi idi ki, xalqın əzmini dayandırmaq mümkün deyil. Bir neçə saat ərzində nəhəng daş divarlar xalqın ayaqları altında qaldı. Bastiliyanın süqutu nə deməkdir? Bu hadisə sadəcə bir binanın uçurulması deyildi. Bu əslində kral toxunulmazdır mifinin məhv olması idi. 14 iyul 1789-cu ildə Bastiliya alındıqdan sonra kral 16-cı Ludovik formal olaraq taxta saxlanıldı. Lakin onun mütləq hakimiyyətinə son qoyuldu. O Parisə gəlməyə məcbur edildi. 1792-ci ildə respublika elan edildikdən sonra devrildi və kral ailəsi Temple qalasında həbs olundu. Məhkəmədə o Fransa xalqına qarşı sui-qəsdə və vətənə xəyanətdə təqsirli bilinərək 21 yanvar 1793-cü ildə gilyotin vasitəsilə edam edildi. Bastiliyanın süqutu ilə feodalizm dövrü bitdi. Azadlıq, bərabərlik və qardaşlıq şüarları bütün dünyaya yayıldı. Bastiliyanın alınması bizə bir dərsi çox aydın öyrətdi. Birlikdə olan xalqın qarşısında heç bir qala, heç bir hakimiyyət dura bilməz. Bəs sizcə, bugün Bastiliya kimi yıxılması lazım olan hansı divarlar var? Tarixin bu dönüş nöqtəsi haqqında nə düşünürsünüz? Fikirlərinizi şərhlərdə yazın, müzakirə edək. Və əgər bu cür tarixdən bəhs edən videoları bəyənirsinizsə, bizi izləməyi unutmayın. Tarixin növbəti günündə görüşənədək.